Salam əziz şagirdlər, bu videomuzda sizə qəbul imtahanına düşmüş növbəti bir sualın izahını verəcəm. Deməli, sualımız bu şəkildədir. Ardıcılığın ilk n həddinin cəmi 4 üstü n çıxılsın 1, 4 üstü n çıxılsın 1-dir. Bu ardıcılığın 192-yə bərabər olan həddinin nömrəsini tapın. Bildiyimiz kimi ardıcılığın ilk n həddinin cəmi Sn ilə işarət edilir. Yəni, Sn bərabərdir 4 üstü n minus 1. Bu ardıcılığın 192-yə bərabər olan həddini tapın. Həddi ayındır. Ayın da bərabərdir 192. İstənilən ardıcılıq üçün ayın bərabərdir Sn çıxılsın Sn minus 1 düsturu doğrudur. Ayın 192-dir. 192 bərabərdir. Sn bizə verilib 4 üstü n çıxılsın 1. 4 üstü n çıxılsın 1. Çıxılsın. Sn minus 1'i tapmaq üçün verilmiş bu ifadədə n'lərin yerinə n minus 1 yazmaq lazımdır. O zaman olur 4 üstünə n minus 1 minus 1. 192 bərabərdir 4 üstü n çıxılsın 1. Mötərizəni açsaq, mötərizənin qarşısı mənfi olduğuna görə işarə əksinə dəyişir. Çıxılsın 4 üstü n minus 1, üstə gəlsin 1. Burada mənfi 1 ilə müsbət 1 islah getsə, qalır 4 üstü n çıxılsın 4 üstü n minus 1 bərabərdir 192. Və buradan 4 üstü n-i mötərizə xaricinə çıxarsaq, 4 üstü n minus 1-i mötərizə xaricinə çıxarsaq, qalır 4 çıxılsın 1 bərabərdir 192-yə. 4 üstü n minus 1 vurulsun 3 bərabərdir 192-yə. 4 üstü n çıxılsın 1 bərabərdir 192-nin 3-ə bölsək 64. Buradan da n minus 1 bərabərdir 64. 4-ün kub olduğuna görə 3. N də bərabərdir 4 alınır. Deməli, sualımızın cavabı B variantı 4 oldu.